bəzi yerlər var idi ki, çətinliklə gedib ora çıxa bildik. Məsəl üçün, Zalqada yaşayan Azərbaycanlıların həyat uğrunda mübarizəsi, hətta uzun bir yoldan sonra çətinliklə gedib həmin kəndə çata bildik. Əlbəttə ki, problemlər hər yerdə fərqli idi. Onların həyat şəraitləri hər yerdə olduqca fərqli idi. Xüsusən dağ bölgələrində, zonalarında yaşayan insanların gündəlik həyatları, yol problemləri, təhsil problemi və bununla yanaşı bizim üçün təbii ki, təəssüf edici idi ki, Kaxeti bölgəsində Azərbaycan dilinin itirilməsi, hətta bir çox başqa şəhərlərin özündə belə Azərbaycanlılar arasında Azərbaycan dilinin bərpa olunmaması, insanların öz dilini başa düşə bilməməsi bir ictimai fəal olaraq mənim üçün olduqca ağırlı idi. Və sadəcə bu deyildi. Bir çox kəndlər var idi ki, məktəblər artıq ləğv olunmuşdur. Evlər bomboş idi. Həmin kəndlərə yollar bərbad gündə idi. Uşaq bağçaları yox idi. Mədəniyyət evləri yox idi. İnsanlar ümidlə kömək gözləyirdilər. İnsanlar ümid edirlər ki, Gürcüstan hökuməti onlara dəstək olacaq. Ancaq bu dəstək heç bir zaman gəlmir. Bu kömək heç bir zaman gəlmir. 21-ci əsrdə susuz, yolsuz, işıqsız, qazsız, məktəbsiz, uşaq bağçasız yaşamaq böyük bir faciədir. Bu təbii ki, o insanların həm günahıdır, həm günahı deyil. Bəlkə günahıdır ona görə ki, öz haqlarını yetərincə tələb edə bilmirlər. Hüquqlarını tələb edə bilmirlər. Gürcüstan ictimai həyatına inteqrasiya edə bilmirlər. Köməyi Gürcüstan hökumətindən deyil, başqa yerlərdən umurlar, başqa yerdən tələb edirlər. Hətta onların günahı deyil, bir vətəndaş olaraq onlar dövlət qayğısından məhrumdular.